Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bugün mən sizlərə 25 may tarixində 3-cü qruplar üçün keçirilmiş imtahanda istifadə olunan Azərbaycan dili və ədəbiyyat suallarının izahını verəcəm. Birinci sual. Eyler Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin. Yanlış fikirləri istəyir bizdən. Fikirlərə baxaq, onlara uyğun cümlələrdən uyğunlaşdıraq. Birincidə deyir ki, mübtəda əvəzliklə tamamlıqlardan biri ismi birləşməklə ifadə olunmuşdur. O həmişə deyərdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarşını geri qaytarmalıyıq. Cümlə mürəkkəb cümlədir. Birinci gəlibdir baş cümlə, çünki sualı baş cümlədən çıxardırıq. İkinci gəlibdir budaq cümlə. Deyərdi xəbər. Kim o? Nə zaman deyərdi? Həmişə. Doğma torpaqlarımızı unutmamalıyıq. Nəyi? Torpaqlarımızı, hansı torpaqlarımızı? Doğma torpaqlarımızı. Onun hər qarşını geri qaytarmalıyıq. Qaytarmalıyıq haraya? Geriyə. Nəyi? Qaytarmalıyıq onun hər qarşını. Mübtəda əvəzlikdən ifadə olundu. Bəli, o şəxs əvəzliyindən ifadə olundu. Tamamlıqlardan biri isimlə ifadə olundu. Biri isə ismi birləşmədən. Baxın, onun hər qarşını. Demək, birinci fikir doğrudur. İndi baxaq. İkincidə də bir dənə o olar və biz onu ortağa yazmalı olarıq. Deyirlər ki, baş cümlə, yerdə qalan hissə də budaq cümlədir. Deyirdilər, xəbər. Qədimdə daş qoyub yurt salan adamın gözəl bir qızı varmış. Varmış. Nə varmış? Adamın gözəl bir qızı. Yəni, üstə gələk mənsubiyyətdir, bütöv götürməliyik. Nə zaman varmış? Qədimdə. Necə adamın daş qoyub yurt salan adamın. Burada demək, ümumiyyətlə heç tamamlıq yoxdur. Ona görə bir düz imiş, yəni elə birinci cümləyə yazılmalıymış təkcə. Və bizdən də yanlış fikirlər istədiyinə görə biri çıxırıq. İkiyə baxaq. Nümunədəki xəbərlər eyni zamanda deyirdi. Bir də unutmamalı və qaytarmalıyıq. Nümunədəki xəbərlər eyni zamanda deyir. Baxın, deyirdi, indiki zamandadır. Amma digərlərində zaman şəkilçisi yoxdur. Eyni şəkildə deyir. Zaman şəkilçisi olana deyirik ki, xəbər şəklindədir. Qaytarmalıyıq vacib şəklindədir. Unutmamalıyıq yenə vacib şəklindədir. Demək, eyni şəkildə deyirlər. 2 həqiqətən də yanlışdır. Ona görə 2-yi götürürük. 3-ü ortaq verib baxaq. Baş cümlənin xəbəri idi köməkçi sözü ilə işlədilmiş indiki zamanda olan sadə feillərdir. Baş cümlənin xəbəri birinci cümlədə deyirdi. De sözün köküdür, ya bitişdiricidir. İr indiki zaman şəkilçisidir, de idi hissəcikdir. Düzgündür. İkinci cümlədə baş cümləmiz deyirdilər və həmçinin cümlənin xəbəridir. Burada da ir indiki zaman şəkilçisidir. D nədir? İdi hissəcikdir. 3-ü götürürük. Daha doğrusu 3 ortaq yazılıbdır və düzgün fikirdir. Düzgün fikir olduğuna görə 3-ü götürmürük. 4. Zərflik və təyinin ifadə vasitələri eyni nitq hissələridir. Birinci cümlədə zərfliyimiz həmişə sözüdür və zərfdən ifadə olunubdur. Təyinimiz isə doğma sözüdür, sifətdən ifadə olunubdur. Demək, eyni nitq hissəsi olmadı. İndi ikinci cümləyə baxaq. İkinci cümlə qədimdə nə zaman zərfdən ifadə olunubdur. Təyinimiz isə demək, fe'li sifət tərkibindən ifadə olunubdur. Demək, yanlışdır. Yanlış olduğuna görə götürürük. 5-ə baxaq. Əsas tərəfi fe'li sifətlə ifadə olunan fe'li birləşmə cümlənin təyinidir. İkinciyə yazıb bunu. Burada daş qoyub yurt salan fe'li birləşmədir və əsas tərəfi həqiqətən də fe'li sifətdən ifadə olunub cümlənin də təyinidir. 5 doğrudur, ona görə 5-i götürmürük. Həm baş, həm də budaq cümlə mübtədası buraxılmış müəyyən şəxsli cümlədir. İkinci cümlədə, demək ikinci cümlədə, baxın, baş cümləmiz deyirdilər sözdür və bu qeyri-müəyyən şəxsli cümlədir. Budaq cümlə də müəyyən şəxsli cümlədir, amma mübtədası da buraxılmayıbdır. Demək, yanlışları istəyirdi bizdən. Cavabımız olur B variantı, 2, 4 və 6. İkinci sual.
Hansı cərgədəki sözlərin hamısında isə köməkçi sözü idi köməkçi sözündən sonra işlənmişdi. Yəni birinci idi hissəciyinin qısaldılmış forması olan d, di, du, dü gəlsin. İkincidə isə isənin qısaldılmış forması olan sasə gəlsin. Bilərdisə sözündə bil sözün köküdür. Ər qeyri-qəti gələcək zaman şəkilçisidir. Di idi hissəci, isə də isə hissəciyidir. Eşidirdisə eşit sözün köküdür. İr indiki zaman şəkilçisidir. Di idi hissəciyi, sə isə hissəciyi. Oturacaqdırsa otur sözün kökü, acaq qəti gələcək zaman şəkilçisi, d idi hissəciyi, sa isə hissəciyidir. Deməklə doğru cavabımız olur A variantı. Demək, oxuyarlarsa, burada məsələn idi yoxdur. Bildisə, burada yalnız sədir, di burada zaman şəkilçisidir. Yazacaqdırsa uyğundur. Yazacaqdırsa uyğundur. Görmüşdüsə uyğundur, amma aldısa sözündə yalnız sadır. Orada idi hissəciyi yoxdur. Yazdısa sözündə yalnız sadır. Baxdısa yalnız sadır. Bildisə yalnız sədir. Alacaqdırsa burada hər ikisi var. Görmüşsə idi yoxdur. Yazdısa yalnız sadır. Demək cavabımız oldu A variantı. Üçüncü suala baxaq. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Doğru fikirlər istəyir burada bizdən. Demək, düzəltmə isimlərdən biri feildən, digəri isimdən yaranmışdı. Demək, burada doğru fikirlər istəyir bizdən. Bir də deyir ki, düzəltmə isimlərdən biri feildən, digəri isimdən yaranmışdı. Birinci cümlədə düzəltmə isimlər. Biçənəklər sözüdür, bir də yoncalıqlar. Biçmək feilindən biçənək ismi əmələ gəlir, yonca ismindən yoncalıq ismi əmələ gəlir. Həqiqətən də düzəltmə isimlərdən biri feildən düzəldi, digəri isimdən düzəldi. İkinci cümlədə elə bir məqam varmı? Yoxdur. Ona görə biri doğru olaraq götürürük. 2-də sadə və düzəltmə sifətlər işlənmişdi. Yenə birinci cümləyə aid elibdir. Burada sifətlərimiz hansılardır? Ucsuz bucaqsız sözüdür. Bir də yaşıl sözdür. Yaşıl sadə, ucsuz bucaqsız mürəkkəbdir. Demək, sadə və düzəltmə sifətlər işlənmişdi fikri yanlışdır. Bizdən doğruları istəyir. Ona görə 2-yi götürmürük. 3-ə baxaq. Hal şəkilçili isimlər cəm şəkilçisi qəbul etmişdi. Birinci cümlədə hal şəkilçili isim yoxdur. Burada məsələn cəm şəkilçilər tarlalar, biçənəklər, yoncalıqlar cəm şəkilçisi var, amma burada hal şəkilçisi yoxdur. 3-ü ortağa yazıb da. İkinci cümlədə var məsələn işıqlarını, amma ortağa yazıldığına görə götürmürük. 4-ə baxaq. Şəxsə və kəmiyyətə görə dəyişən feil indiki zamandadır, ortaq götürübdür. Məsələn, əvəz edirdi. Bəli, indiki zamandadır. İr burada nədir? İndiki zaman şəkilçisidir. Və zaman şəkilçisi varsa, demək həmin söz şəxsə və kəmiyyətə görə dəyişir. Maşın gəlirdi. İr nədir? İndiki zaman şəkilçisidir. Di idi hissəciyidir. Yenə bu da şəxsə kəmiyyətə görə dəyişir. Demək 4 doğrudur. 4-ü götürürük. 5-ə baxaq. Ayrı yazılan 2 mürəkkəb söz işlənmişdi. İkinci cümləyə aid edilibdir. Bəli, əks etdirən 1, bir neçə 2. Buna nədir? Əks etdirən mürəkkəb feildə ayrı yazılır. Bir neçə mürəkkəb sayda ayrı yazılır. Birinci cümlədə isə ayrı yazılan bircə dənə əvəz edirdi. Başqa yoxdur. Sonra 6. Sifət və zərf işlənməmişdi. İkinci cümlədə həqiqətən nə sifət, nə də zərf işlənməyib. Baxın, burada axşam sözü isimdir. Çünki axşamın günəşi qeyri-müəyyən yəlik haldadır. İsmin sualına cavab verirsə, biz onu isim kimi götürürük. Həqiqətən də sifət və zərf işlənməyibdir. Demək, doğru cavabımız olur D variantı. 4-cü sual. Feildən düzəlmiş isimlər hansılardır? Qarış, qarışdan qarışıq, qarışıqdan da qarışıqlıq əmələ gəlir. Bunu götürürük. Sözün nədən düzəldiyini bilmək üçün axırıncı leksik şəkilçidən əvvələ baxırıq. Qarışmaq feilindən qarışıqlıq ismi əmələ gəlir. Üzrü sayın. Qarışıq necə? Burada qarışıq sözüdür. Qarışmaq deyil axı. Qarışıqdır. Sifətdən əmələ gəldi. Biri götürmürük. Üzrü sayın. Bölgə. Bölmək feilindən
bölgə ismi əmələ gəlir. 2-yi götürürük. Döyüşçü. Döymək feilindən döyüş ismi, döyüş ismindən döyüşçü ismi əmələ gəlir. Daha doğrusu üçüncü sözdə sözün kökü döy feili olsa da söz əmələ gəlibdir döyüş ismindən. Ona görə bunu götürə bilmərik. Döyüş deyə bir feilimiz də var, amma çı, çi, çu, çu şəkilçisi feillərə artırılmır. Daha sonra sərgi, sərmək feilindən sərgi ismi əmələ gəlir. 4-ü götürürük, 2-yi 4-ü götürmüşük. Sayıqlıq sayıq sifətindən əmələ gəlir, götürmürük. Ağartı sözündə də ağ sifətindən ağarmaq feili, ağarmaq feilindən ağartı ismi əmələ gəlir. Demək cavabımız olur A variantı 2, 4, 6. 5-ci sual. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr Şuşanın düşmən işğalından xilas edilməsi müharibənin taleyində həlledici rol oynamışdı. Cümləsi ilə bağlı doğru fikri müəyyən edin. Gəlin ilk öncə sintaktik təhlil eləyək. Yəqin ki, sintaktik təhlil də lazım olacaqdır. Nə etmişdi? Rol oynamışdı. Rol oynamışdı. Nə? Qələbələr. Nə? Şuşanın düşmən işğalından azad edilməsi. Qələbələr Şuşanın düşmən işğalından azad edilməsi necə rol oynamışdı? Həll edici rol oynamışdı. Nə də müharibənin taleyində hansı qələbələr Azərbaycanın hərbi sahədə qazandığı qələbələr. Təhlilimiz belədir. Yəni təyin, mübtəda, tamamlıq, zərflik və xəbər. A variantında nə deyir bizə? A variantında deyir ki, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və prosesin kapitulyasiya ilə nəticələnməsi tarixi zəfərin nümayiş etdirilməsinə səbəb oldu. Nə etdi? Səbəb oldu. Nə? Ermənistanın öz məğlubiyyətini etiraf etməsi, nə? Prosesin kapitulyasiya ilə nəticələnməsi. Nəyə səbəb oldu? Zəfərin nümayiş etdirilməsinə. Necə zəfər? Tarixi zəfər. Deyir ki, cümləsinin sintaktik təhlili ilə eynidir. Baxırıq ki, eyni deyil. Ona görə cavabımız A ola bilməz. Xüsusi isimlərin hər ikisi ismi birləşmənin asıl tərəfidir. Azərbaycan sözü xüsusi isimdir. Amma Azərbaycan sözü ismi birləşmənin yox, feili birləşmənin tərkibindədir. Baxın, Azərbaycanın qazandığı, yəli küstəgələkdiyi şəkilçisi olanda biz bunu feili birləşmə götürürük. İkinci, xüsusi ismimiz Şuşa sözüdür. Bu ismi birləşmənin daxilindədir. Şuşanın işğaldan azad edilməsi. Baxın, yəli küstəgələk mənsubiyyətdir. Biz bunu nə götürürük? İsmi birləşmə götürürük. Edilməsi məstərdir, xilas edilməsi. Yəli küstəgələk mənsubiyyətin içərisində məstər olanda yenə onu biz ismi birləşmə götürürük. Amma yəli küstəgələkdiyi şəkilçisi olanda biz onu feili birləşmə götürürük. Demək ki, xüsusi isimlərin biri feili birləşmənin tərkibindədir, biri ismi birləşmənin tərkibindədir. B variantı da yanlışdır. Bir qrammatik əsasdan ibarətdir. Bəli, nə deməkdir bir qrammatik əsasdan ibarətdir? Yəni sadə cümlədir. Həqiqətən də sadə cümlədir. Mürəkkəb cümlə deyil. C variantı doğrudur. Xəbəri məlum növdə olan feillə ifadə olunmuşdur. Rol oynamışdır. Bəli, məlum növdə olan feildir. Köməkçi sözlə işlənmişdir. Xeyr, burada köməkçi söz hissəcik yoxdur. Oyna sözün köküdür. Mış keçmiş zaman şəkilçisidir. Nəqli keçmiş zamanın şəkilçisidir. Dırda xəbərli şəkilçisidir. Altından xətt çəkilmiş söz qismət sözü ilə əvəz edilsə, leksik norma pozulmaz. Altından xətt çəkilmiş söz hansıdır? Altından xətt çəkilmiş söz burada görə bilmədim. Taleyində həlledici rol oynamışdı. Qismətində xeyr. Qismət insanla bağlıdır. Bu torpaqla bağlı əvəz eləsək, leksik norma əslində pozular. Ona görə bunu da götürməliyik. Cavabımız olur C variantı. 6-cı sual. Cərgələrin birindəki sözlər amonimlik səciyyəsi daşıyaraq sifət və feil kimi işlənə bilər. Demək, sifət və feil kimi. Dolu sifət isim kimi işlənir. Bizə sifət feil lazımdır. Ona görə A-nı çıxaq. B variantı at, isim və feil kimi işlənir. Getdi. C variantı min, feil və say kimi işlənir. D variantında az,
feil və say kimi işlənir. Dik bizə nə istəyirdi? Sifət feil. Məsələn, dik qaya, necə qaya sifətdir. Gözünü dikmək feildir. Sarmaq feildir, sarı rəng sifətdir. Sağ adam sifətdir, sağmaq feildir. Cavabımız olur Y variantı. Daha sonra 7-ci sual. Söz birləşmələri əsasında uyğunluğu müəyyən edin. Demək, hamısına aiddir, yalnız ikisinə aiddir. Baxaq. Ada nə deyir? Aslı tərəfi yəlik halda olan isimlə ifadə olunmuşdur. Aslı tərəfi yəlik halda olan isimlə. Gərginliyin yəlik halda olan isimdir. Oxuyanlardan feil sifətdir. Böyüklərin yəlik halda olsa da isim yox. Nədir bu? Sifətdir. Demək, bizə ya lazımdır ki, hamısına aid olsun, ya da ikisinə aid olsun. A variantı isə yalnız birinə aiddir. Ona görə bizdə ümumiyyətlə A variantı olmamalıdır. A olan cavabı çıxırıq. Sonra, tərəfləri quruluşca sadədir. Tərəfləri quruluşca sadədir. Gərginlik, məsələn, düzəltmədir. Oxuyanlardan biri, bunun hər iki tərəfi sadədir. Oxuyanlardan da sadədir, biri də sadədir. Böyüklərin düzəltmədir. Demək, B variantı da yalnız birinə aiddir. Ona görə B olan cavabı da çıxırıq. Sonra, birinci tərəfi ismə aid qrammatik şəkilçilər qəbul etsə də isim deyil. Gərginlik isimdir. Baxın, oxuyanlardan ismə aid cəm şəkilçisi qəbul edibdir, çıxışlıq hal şəkilçisi qəbul edib, amma isim deyil, feil sifətdir. Böyüklərin böyük sifətdir, cəm şəkilçisi qəbul edib, hal şəkilçisi qəbul edibdir. Demək, ikisinə aiddir. 2-yə yazırıq C. 2-yə C. Mübtədanın ifadə vasitəsi kimi işlənə bilər. Hər biri ismi birləşmədir və ismi birləşmə əlbəttə ki, mübtədanın ifadə vasitəsi kimi işlənə bilər. 1-ə D yazırıq. Kökü feil olan düzəltmə söz işlənmişdir. Kökü feil olan düzəltmə söz. Gərmək feilindən, sözün kökü gər feilidir. Düzəltmə sözdür. Oxuyanlar sadə sözdür. Böyüklərin sözündədir. Sözün kökü böyüdür və düzəltmə sözdür. Demək, bu ikisinə aiddir. Yalnız ikisinə aiddir. 1-ə D, 2-yə də C və Y yazırıq. Cavabımız olur D variantı. 8-ci sual. Euler-Venn diaqramına əsasən doğru cavabı müəyyən edin. Doğru cavabı. Demək, birinci nə verir bizə? Feili birləşmə ilə ifadə olunmuş cümlə üzvü var. Doğru fikir istəyir demək bizdən. Can evimə sığışmayan, feili birləşmə ilə ifadə olunmuş cümlə üzvü. Can evimə sığışmayan arzular. Baxın, arzular necə arzular? Can evimə sığışmayan arzular. Həqiqətən də feili birləşmə ilə ifadə olunmuş cümlə üzvü var. Amma ikinci cümləyə də baxaq. Aslan bəy anasının yun daradığını görür. Görür kim Aslan bəy nəyi? Anasının yun daradığını. Dığı şəkilçisi var. Burada da feil birləşmə ilə ifadə olunmuş cümlə üzvü var. Demək, bax, bu birinci fikir hara yazılmalıydı? Ortağa yazılmalıydı. Ona görə biri götürmürük. 2. Mübtəda ümumi isimlə ifadə olunmuşdur. Can evimə sığışmayan nə? Arzular. Həqiqətən də mübtədamız ümumi isimlə ifadə olunub. Amma ikinci tərəfə də baxaq. İkinci tərəfdə mübtədamız Aslan bəy mürəkkəb adla ifadə olunubdur. 2 demək yerindədir. 2-yi doğru olaraq götürürük. Cümlə feili xəbərlidir, ortaqdır. Bir dünyada neçə dünya nə edər? Arzular. Burada arzu ismindən arzula feil əmələ gəlir. R da qeyri-qəti gələcək zaman şəkilçisidir. Əslində ar-ərdir. Özündən əvvəlki şəkilçi saitdən bitdiyinə görə ar-ərin saiti düşüb. Feil xəbərlidir. Görür. Bu da yenə nə edir? Görür. Ümumiyyətlə, əgər xəbərimiz nə et, nə oldan bağlı suallara cavab verirsə, demək ki, feil xəbərlidir. 3 doğrudur. 2-yi 3-ü doğru götürürük. Sonra davam eləyək. 4-cü fikirdə nə deyir? İkinci cümləyə aid yazıb. Hər bir cümlə üzvü söz birləşməsi ilə ifadə olunmuşdur. Xeyr, məsələn, xəbərimiz söz birləşməsindən ifadə olunmayıbdır. 4 yanlışdır. 5-də ikinci dərəcəli cümlə üzvlərinin hamısı işlənmişdir. Xeyr, ikinci cümlədə
ikinci dərəcəli üzvlərdən yalnız tamamlıq işlənibdir. Demək cavabımız olur B variantı 2 və 3. 9-cu sual. Cərgələrin birində bütün sözlərin yazılışı səhvdir. Qafiyə bir dənə Y olmalıdır. Qətiyyətdə 2 dənə Y olmalıdır, amma nümunəvi düzdür. Püxtələşmək T-dan olmalıdır. Referat edən olmalıdır. Nüsxə yox, nüsxə. S-danxının yeri dəyişməlidir. Demək, B variantındakı sözlərin hamısı səhvdir. C variantında məsələn ixtira düzdür. Tətbiq T-dan olmalıydı. D variantında pedaqoq düzdür. Y variantında lampa, zəmbil düzdür. Cavabımız olur B variantı. 10-cu sual. Cümlələrin şəxsə görə növü hansı bənddə düzgün verilibdir? Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edilirdi. Nə edilirdi? Bəhs edilirdi. Harada? Məclislərdə, hansı məclislərdə, bütün məclislərdə nədən bəhs edilirdi? Onun qəhrəmanlığından. Bu cümlədə mübtədamız yoxdur. Təsəvvür edilməsi də mümkün deyil. Demək ki, nədir? Şəxssiz cümlədir. Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edirdilər. Nə edirdilər? Bəhs edirdilər. Kim onlar? Əgər biz cümləyə onlar artıra bilirsə, yəni iş qeyri-müəyyən şəxslər tərəfindən görülürsə, bu nədir? Qeyri-müəyyən şəxsli cümlədir. Birinci şəxssizdir, ikinci qeyri-müəyyən şəxsli cümlədir. Cavabımız olur C variantı. 11-ci sual. Hansı sıradakı sözlərin yeri dəyişdirilsə cədvəldəki uyğunsuzluq aradan qalxar? Loqaritm O olmalıdır, samovarda A olmalıdır. Yəni birin yerini dəyişmirik. 2-də ekskavator burada A olmalıdır. Parovozda O olmalıdır. 2-nin yerini dəyişirik. Trayektoriya A, sto burada O olmalıdır. Stomatologiyada O olmalıdır. Sonra 3-də kanyon, korrektor sözündə isə O-dan yazılmalıdır. Digər konsepsiya düzdür, qarnizon düzdür. Cavabımız olur 2, 3, 4, D variantı. Növbəti. Uyğunluğu müəyyən edin. Sözün kökündəki açıq sayt tələffüzdə qapalı saytə çevrilir. Baxın, səsliyim sözündə İ-yə çevrilir, amma bizə lazımdır kökdə. Birə oxşayır, baxın, oxşuyur. Birə B yazırıq. Sözdəki qoşa saytlərdən biri tələffüzdə düşür. Mətbə sözünə aiddir. Bilirik ki, eyni sayt qoşalı olanda biri düşür. 2-yə C yazırıq. Sözün tələffüzündə səs artımı baş verir. Negativ olduğu kimi qalır. Təbiət. İdən birləşən saytlara bilirik ki, arasına Y artırırıq. Cavabımız olur A variantı. Növbəti 13-cü sual. Hansı cümlədə işlənən ədat başqa nitq hissəsi ilə amonimlik təşkil edə bilir? Demək, mühəndis Həsənov düz 2 saat idi ki, izahat verirdi. Baxın, burada düz ədatdır. Düz sözünü biz isim kimdə işlədə bilərik. Mil düzü, muğan düzü. Düz söz deyiriksə orada sifətdir. Düz danış deyiriksə zərfdir. Qablar düz deyiriksə feildir. Həqiqətən də düz ədatı başqa nitq hissələrindən amonimlik təşkil edə bilir. Biz səninlə tamamilə razıyıq, hörmətli həmkar. Burada demək, ədat yoxdur. Sənin ilə. Burada ilə qoşmadı. Ədat deyil. Demək, 2-yi götürmürük. Qoy ürəyimdəkiləri söyləyim, onda rahatlıq taparam. Qoy burada ədatdır. Qoy sözü ədat və feil kimi işlənir. Feil isə biz onu cümlədən çıxarda bilmərik. Məsələn, kitabları yerinə qoy. Burada feildir. Amma demək, qoy sözümü deyim. Məsələn, yəni cümlədən çıxarda biliriksə ədatdır. Baxın, ürəyimdəkiləri söyləyim. Onda rahatlıq taparam. Yəni cümlədən çıxarda bildiksə ədatdır. 3-ü götürürük. Di tərpənin, maşın hazırdır. Yolçu yolda gərəkdir. Burada di ədatdır, amma di sözünü biz başqa nitq hissəsi kimi işlədə bilmərik. Dostum, yəni bunu da bilmirsən. Yəni burada ədatdır. Yəni sual cümləsində işlənəndə ədatdır. Yəni sözü bir də bağlayıcı kimi işlənə bilir. Məsələn, səni, yəni sinif yoldaşımı görmək istəyirdim. Yəni orada bağlayıcı kimi işlənir. Cavabımız demək olur C variantı. 14-cü sual. Nümunədə buraxılmış duruq şərtlərini müəyyən edin. Kişi bu dəfə həm təəccüb, həm də heyrətlə Əhmədə müraciət etdi. Baxın, nə etməliyik? Qoşa nöqtə qoymalıyıq.
Dialoqdur deyə əvvəldə tire qoyuruq. Ay oğul xitabdır, ona görə vergül qoyuruq. Nə yaman arxayın danışırsan, fasilə olmalıdır. Vergülümüzü qoyuruq. Çünki danışırsan xəbərdir. Ondan sonra da cümlə gəlir. Axı sənin nəyin var ki? Sonda da sual işarəsi. Yəni qoşa nöqtə, bir dənə tire, bir tire, 2 dənə vergül və bir sual işarəsi. Yəni cavabımız olmalıdır A variantı. 15-ci sual. Hansı cümlələrdə qrammatik norma pozulmamışdır? Burada bizdən pozulmayan istəyir. Görünür uzaqda kasıb daxmalar. Belə olmalıdır. Uzaqda kasıb daxmalar görünür. Yəni birdə pozulubdur, biri götürmürük. Uşağın sifəti qızarmışdı. Götürürük, pozulmayıb. Uşaqların çoxu bu fikrə etiraz edirdilər. Baxın, biz burada uşaqların çoxu bu fikrə etiraz edirdi olmalıdır. Çünki uşaqların çoxu söz birləşməsidir. Söz birləşməsi olanda biz əsas tərəfə baxırıq. Baxın, çoxu sözü əsas tərəfdir, təkdədir deyə xəbərimiz də təkdə olmalıydı. Uşağı evə gələndə gördülər. Burada norma pozulmayıbdır, 4-ü götürürük. Səninlə necə danışmalıyam? Burada da yenə norma pozulmayıbdır, 5-i götürürük. Bir neçə illərdir ki, onu görmürdüm. Bir neçə saydı və bir neçə sayından sonra gələn isim cəmdə yox, təkdə işlənməli idi. Cavabımız olur 2, 4, 5, Y variantı. 15-ci sual. Zərfin məna növlərinə görə işlənmə ardıcıllığını müəyyən edin. O ətrafına baxa-baxa, ora-vura vurnuxurdu. Burada baxa-baxa feili bağlamadır, baxaraq deyirik. Burada zərfimiz ora-bura yer zərfidir. Demək, birinci gəlməlidir yer zərfi 3. Sonra, bərk tufan olduğundan sahil güclə seçilirdi. Necə seçilirdi? Tərzini bildirir. 1. Fermer təsərrüfatında məhsuldarlıq nə qədər artmışdı? 1-ə 5 kəmiyyətdir. Gec-tez, gec-tez burada da nədir? Nə zaman? Zamandır. Cavabımız olur 3, 1, 4, 2. Daha sonra 17-ci sual. Uyğunluğu müəyyən edin. Feil sifət tamamlıq vəzifəsində işlənmişdi. Hərəkətin tərzini bildirən feil bağlama və məsdər zərflik vəzifəsində işlənmişdi. Baxaq. Gülümsəyib üzümə baxdı. Üzümə necə baxdı? Gülümsəyərək baxdı. Demək, burada nədir bu? Feili bağlama hərəkətin tərzini bildirir. İp şəkilçisini əgər araqdan əvəz eləyə bilirsə feili bağlamadır. Necə sualını verdiksə, nədir? Hərəkətin tərzini bildirmiş olur. 2-yə yazırıq A variantını. 2 həqiqətən də A variantıdır. Deyiləni kiçik eşidər. Nəyi? Deyiləni. Deyilən tamamlıqdır və feil sifətdir, tamamlıq vəzifəsində işlənibdir. 1-ə yazırıq B variantını. Əli Bakıya işləməyə gəlmişdi. Gəlmişdi. Kim Əli? Haraya? Bakıya. Niyə gəlmişdi? Gəlməkdə məqsədi nə idi? İşləməyə. Məsdər zərflikdən ifadə olunmuşdu. 3-ə D yazırıq. Sonra məclisdəkilər susmağı daha üstün tutdular. Üstün tutdular. Kim məclisdəkilər? Nəyi? Susmağı. Burada məsələn təsriflənməyən formalardan məsdər var, amma tamamlıq vəzifəsində işlənir. Bizə də məsdərin tamamlıq kimi işlənməsinə aid nümunə istəmir. Ona görə də cavabımız olur A variantı. 18-ci sual. Budaq cümləsi baş cümləyə bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümləni müəyyən edin. Allahyar gördü ki, burada bağlayıcıdan, tabellik bağlayıcısından bağlanır. Kiminlə işləmək istəyirsən, onunla da danış. Bax, elə B-dir. Demək, budaq cümlə əgər baş cümləyə bağlayıcı sözlə bağlanırsa, birinci budaq cümlə, sonra baş cümlə gəlir. Və bağlayıcı söz də əsasən sual əvəzliklərindən ifadə olunur. Baş cümlədə də onun qarşılıq sözü, əvəzlik gəlib işlənmiş olur. Burada kiminlə bağlayıcı sözdür. Baş cümlədə onun qarşılıq sözü, əvəzlik qəlbi işlənmiş olur. C variantında yenə ki bağlayıcısı ilə bağlanıb. D variantında çünki bağlayıcısı ilə bağlanıb. Y variantında deyirlər ki, bu eləcə intonasiyadan bağlanıb. Cavabımız olur, demək B variantı.
19-cu suala baxaq. Demək 19-cu sualdaydıq. Bizə nə deyir? Deyir, nümunədəki cümlə üzvləri haqqında doğru fikri müəyyən edin. Təhlil eləyək. Yazda dağların əriyən qarı üzü aşağı axaraq kürə qovuşur. Onun dumduru sularını bulandırır. Nə edir? Qovuşur. Nə? Dağların əriyən qarı. Nə zaman? Yazda. Yazda dağların əriyən qarı demək haraya qovuşur? Kürə qovuşur. Necə qovuşur? Üzü aşağı axaraq qovuşur. İkinci tərəf isə onun dumduru sularına, bircə dəqiqə burada, onun dumduru sularını bulandırırdı. Nə edirdi? Bulandırırdı. Nəyi bulandırırdı? Onun dumduru sularını. Nə istəyir bizə buradan? Doğru fikri istəyir, doğru fikri. Cümlədə sifətlə ifadə olunmuş təyin işlənmişdi. Burada heç təyinimiz yoxdur. Ona görə A səhvdir. Yazda isimlə ifadə edilmiş zaman zərfliyi idi. Yanlışdır. Zərflikdir. Zaman zərfliyi idi. Amma isimlə yox, zərfdən ifadə olunubdur. Burada yaz ismindən yazda zərf əmələ gəlibdir. Dadə şəkilçisi bilirik ki, həm yerli kal şəkilçisidir, həm də zərf düzəldən şəkilçisidir. Kimdə nədə harada sualına cavab versə, o zaman olur yerli kal şəkilçisi. Amma zərfin sualına cavab verəndə zərf düzəldən şəkilçi olur. Demək, B də yanlışdır. Nümunədə 3 cümlə üzvü söz birləşməsi ilə ifadə olunmuşdur. Mübtədamız söz birləşməsindən ifadə olunubdur. Üzü aşağı axaraq. Zərfliyimiz söz birləşməsindən ifadə olunubdur. Sonra onun dumduru suyu tamamlığımız da söz birləşməsindən ifadə olunur. Bəli, həqiqətən də 3 cümlə üzvü söz birləşməsi ilə ifadə olunubdur. Nümunədə yalnız ismi birləşmələr işlənmişdi. Xeyr, üzü aşağı axaraq. Məsələn, nədir? Feili birləşmədir. Cümlədə ismi və feili xəbərlər vardı. Qovuşur, nə edir? Feili xəbərdir. Bulandırır, yəni nə edir? Feili xəbərdir. Demək, cavabımız olur C variantı. 20-ci sual. Nümunədə tünd qara hərflərlə verilmiş sözlərə aid fikirlərin ardıcıllığını müəyyənləşdirin. Sən vurğunu olma, şirin dillərin. Burada demək dil sözün köküdür. Dil sözün köküdür. Lər cəm şəkilçisi, in yəli kal şəkilçisidir. Demək, bu nədir? Yəli kalda olan ümumi isimdir. Birinci gəlməlidir. 3. Sonra sözündə ötkəm ol. Nədir bu? Feildir. Özü də əmr şəklində olan feildir. 5. Sən gözəl qızsan. Gözəl nədir? Sadə sifətdir. 1. Sonra başqa bizim ellərin. Bizim ellərin. Biz sözün köküdür. İn burada nədir? Yəli kal şəkilçisidir. Yəni hal şəkilçili əvəzlik. Almamsan, heyvamsan. Heyva mı mənsubiyyət şəkilçisidir, san da xəbərlik şəkilçisidir. Yəni ki, isim mənsubiyyət və xəbərlik şəkilçisidir. 3, 5, 1, 2, 4. Cavabımız olur B variantı. 21-ci suala baxaq. Dünyada səadəti, birlik və qardaşlığı bütün xalqlar, millətlər bərqərar etməlidir. Nə etməlidir? Bərqərar etməlidir. Bərqərar etməlidir. Nəyi? Səadəti, birliyi, qardaşlığı. Kim bərqərar etməlidir? Xalqlar, millətlər. Hansı xalqlar? Bütün xalqlar. Harada? Dünyada. Burada bizdən həmcins üzvləri istəyir. Hansı həmcins üzvlər var? Xalqlar, millətlər, mübtədalarımız həmcinsdir. Səadəti, birliyi, qardaşlığı, tamamlıqlarımız həmcinsdir. Demək, cavabımız olur Y variantı 1 və 3. Qeyd edim ki, bu test, yəni üzərində izah elədiyim test elə öz müdavimimizin testidir. Növbəti 22-ci suala baxaq. Əlavənin hansı cümlə üzvünə aid olması ilə bağlı ardıcıllığı müəyyən edin. Demək, ardıcıllıqdan götürməliyik. Səmanın dərinliklərində, duruq şərləri də buraxılıbdır. Səmanın dərinliklərində
ağ bulutların arasında iki qartal uçurdu. Demək burada ağ bulutların arasında bu nədir? Əlavədir. İki qartal harada uçurdu? Səmanın dərinliklərində. Nəyin əlavəsidir? Zərfliyin əlavəsidir. Birinci götürməlilik 3-ü. O günlərin xatirəsi hələ də bizimlə. Hələ də bizimlə qanlı qadalı günlərin canlı şahidləri ilədir. Hələ də bizimlədir. Bizimlədir. Demək, burada qanlı qadalı günlərin canlı şahidləri ilə əlavədir. Demək, bizimlədir deyiriksə, xəbərin əlavəsidir. 4. Leyli və Məcnun operası Üzeyir Hacıbəyovun ölməz əsəri. Demək, Üzeyir Hacıbəyovun ölməz əsəri əlavədir və nəyin əlavəsidir? Tamaşaya qoyulmuşdur. Nə? Leyli və Məcnun operası mübtədanın əlavəsidir. Əlavə də bilirik ki, aid olduğu cümlə üzvündən sonra gəlir. Leyli Məcnun operası mübtədadırsa, ondan sonra da gələn onun əlavəsidir. Biri götürürük. Daha sonra Aşıq Səfər sazı dostunun yadigarını son dəfə əlinə götürdü. Sazı, nəyi? Dostunun yadigarını. Demək, nəyi? Sazı tamamlıqdır. Dostunun yadigarının da tamamlığın əlavəsidir. 3, 4, 1, 2 cavabımız olur D variantı. 23-cü suala baxaq. Deyir, cümlələrə əsasən doğru fikirləri müəyyən edin. Günəş qalxıb dağları, meşələri brilyant kimi şəffaf işığa qərq etdi. Sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə qərbə tərəf sürünürdü. Bizdən indi burada doğru fikirlər istəyir. Hər iki cümlədə həm şəxsə, həm də kəmiyyətə görə dəyişə bilən, həm də dəyişə bilməyən feil işləmişdir. Yəni bizə deyir ki, həm təsriflənən, həm də təsriflənməyən feil olsun. Baxaq. Günəş qalxıb ı-bı araqdan əvəz eləyə biliriksə feili bağlamadır, təsriflənməyən feildir. Qərq etdi, təsriflənən feildir. İndi ikinciyə baxaq. Məsələn, qaçan feili sifətdir, təsriflənməyəndir. Sürünürdü, təsriflənəndir. Demək, bir doğrudur. Biri götürürük. İkinci cümlədə qayıdış növdə olan feil keçmiş zamandadır. Qərq etdi keçmiş zamandadır, amma qayıdış növdə deyil. Biz qayıdış növü tapmaq üçün ilk öncə bilməliyik ki, orada ıl, il, ul, ül, ın, in, un, ün, n şəkilçilərindən istifadə olunmalıdır. Qərq etdi isə bu nədir? Məlum növdə olan feildir. 2-yi götürmürük. Sonra hər iki cümlənin qrammatik əsasını təşkil edən üzvlər söz birləşməsi ilə ifadə olunub. Yəni, deyir ki, hər ikisində qrammatik əsas nədir? Mübtəda xəbərdir. Deyir, hər ikisində mübtəda xəbər söz birləşməsindən ifadə olunsun. Səhvdir. Niyə? Ən azından baxın, nə etdi? Qərq etdi. Birinci cümlənin xəbəri qərq etdi. Mürəkkəb feildir bu, söz birləşməsi deyil. Ol, et, elə köməkçi feillərdir. Özündən əvvəlki sözlə birləşir, mürəkkəb feil əmələ gətirir. Demək, 3-ü götürmürük, səhvdir. 4-də birinci cümlədə işlənən bütün sözlərin quruluşca növü eynidir. Bütün sözlərin quruluşca növü eynidir. Xeyr, ən azından yenə qərq etdi nədir? Mürəkkəb feildir. 4-də səhvdir. İkinci cümlədə həm zərf, həm də zərfli işlənmişdir. Baxaq görək. Sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə, bəli, məsələn, elə sürətlə sözü həm zərfdir nitq hissəsi kimi. Qərbə tərəf, haraya? Qərbə tərəf. Bu da nədir? Zərflikdir. Elə sürətlə sözün özü nitq hissəsi baxımından zərf, cümlə üzvü baxımından zərflikdir. 5 doğru fikirdir. İkinci cümlədəki düzəltmə sözlərinin hər biri fərqli nitq hissəsidir. Demək, sürətlə, sürət ismindən sürətlə zərf əmələ gəlibdir, düzəltmədir. Sürməkdən sürünmək əmələ gəlir. Bu da feildir. Biri düzəltmə zərf, biri düzəltmə feildir. Demək, 6 da düzdür. Cavabımız olur 1, 5, 6. Sonra 24-cü suala baxaq. Hansı cümlələrin tərkibində qrammatik mənası müxtəlif cür düşünülə bilən söz var? Yəni, eyni söz fərqli nitq hissələri kimi düşünülsün. Nə maraqlıdır? Elə bunu götürə bilərik. Bir dəfə deyərəm, yəni maraqlı olan nədir? Nə maraqlıdır? Uşaqlar, sizin üçün nə maraqlıdır? Əgər bunun sonunda mən sual işarəsi qoyuramsa,
Burada nə əvəzlikdir. Bir də deyirəm nə maraqlıdır. Sonda məsələn nida qoyuramsa, demək burada nə ədat kimi işlənir. Fikir qüvvətləndirməyə xidmət eləyir. Biri götürürük. Sonra nə yaxşı insandır. Biz burada nəni yalnız ədat kimi düşünə bilərik. Əvəzlik kimi düşünə bilmərik. Çünki sual cümləsi deyil. 2-yi götürmürük. Ancaq sən bu suala cavab vermədin. Ancaq sözünü biz həm bağlayıcı, həm də ədat kimi düşünə bilirik. Baxaq indi bu cümlədə 2 məqamda da düşünə bilirikmi? Yalnız sən bu suala cavab vermədin. Təkcə sən bu suala cavab vermədin. Ancaq sözünü yalnızdan, təkcədən əvəz eləyə biliriksə ədatdır. Bir dəfə də deyirəm ki, amma sən bu suala cavab vermədin. Ammadan, lakindən də əvəz eləyə biliriksə bağlayıcıdır. Demək onda 3-ü də götürə bilərik. Elə oturmuşdu ki, narahat olmağa başladıq. Bəli, elə sözünü burada biz elə oturmuşdu ki, bir dəfə necə oturmuşdu? Bir də var ki, qüvvətləndirmə mənasında ədat kimi işlədə bilirik. Yəni suala cavab versə əvəzlik, suala cavab verməsə ədat kimi düşünə bilirik. Bizdən sonra danışar. Baxın burada sonra sözünü. Biri var zaman məzmunu baxımından. O bizdən sonra danışar. Nə zaman danışar? Bir də var deyirəm ki, filan kəs, yəni bizdən, yəni indi yox, sonra danışar. Yəni sonra sözünü həm zərf kimi, həm də qoşma kimi düşünə bilirik. Yəni intonasiyadan düzgün oxuyanda aydın olur. Bu hadisə yaydan əvvəl baş vermişdi. Burada yox. Məsələn, burada əvvəl sözünü yalnız qoşma kimi düşünürük. Biz onu əsas nitq hissəsi olan zərf kimi düşünə bilmərik. 1, 3, 4, 5 doğru cavabımız olur. Sonra 25-ci sual. Verilmiş cümlələrlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun fikirlər istəyir bizdən. Birinci cümləyə aid doğru, ikinci cümləyə aid yanlış. Bir də hər iki cümləyə aid ortaq doğru fikir. Nə deyir bir də? Bütün cümlə üzvləri bir-biri ilə sintaktik əlaqədədir. Yamaçlar təzə açılan bahar çiçəkləri ilə dolu idi. Dolu idi nə? Yamaçlar. Yamaçlar dolu idi. Mübtədadan xəbər arasında var. Nə ilə dolu idi? Bahar çiçəkləri ilə. Hansı bahar çiçəkləri ilə? Təzə açılan. Birinci fikir yanlışdır. Niyə? Burada mübtədadan xəbər əlaqədədir. Sonra təzə açılan bahar çiçəkləri təyinlə tamamlıq əlaqədədir. Amma məsələn, mübtədadan təyin, yamaçlar təzə açılan əlaqədə deyil. Və yaxud da ki, yamaçlar bahar çiçəkləri ilə mübtədadan tamamlıq əlaqədə deyil. Bahar çiçəkləri ilə dolu idi, tamamlıqdan xəbər əlaqədədir. Yəni, biri götürmürük, bir yanlışdır. Xəbər, sifət, təyin isə feil sifət tərkibi ilə ifadə olunmuşdur. Bəli, xəbərimiz dolu idi, necə idi? Sifətdən təyin, təzə açılan. 2 doğrudur. 2-yi götürürük. Biri götürmədik, amma 2-yi götürürük. 3-ə baxaq. İkinci cümləyə aid yanlış istəyir. Qoşma ilə işlənmiş söz müstəqil cümlə üzvüdür və xəbərlə birbaşa qrammatik əlaqədədir. Külək, güllə kimi vıyıldayaraq qoşma ilə işlənmiş söz müstəqil cümlə üzvüdür. Baxın, burada qoşmadan işlənən söz güllə kimi. Amma biz ona müstəqil cümlə üzvü deyə bilmərik. Güllə kimi vıyıldayaraq. Vıyıldayaraq feili bağlamadır və güllə kimi o feili bağlamanın aslı tərəfidir. 3-ü götürürük. Yanlış fikir olduğuna görə götürürük. Tamamlıqlar ismi birləşmə ilə ifadə olunmuşdur. Demək, ikinci cümlədə tamamlığa baxaq. Bir dəqiqə. Külək, güllə kimi vıyıldayaraq ağacların budaqlarını çırpırdı. Nəyi? Ağacların budaqlarını nəyə çırpırdı? Onun üzünə. Həqiqətən də. Tamamlıqlarımız burada ağacların budaqlarını və onun üzünədir və hər ikisi ismi birləşmədən ifadə olunubdur. 4 doğru fikir olduğuna görə götürmürük. Çünki buradan bizə yanlış lazım idi. Demək, 2-yi götürdük, 3-ü götürdük. İndi hər iki cümləyə aid ortaq doğru fikir lazımdır. Mübtədanın ifadə vasitəsi isimdir.
Birinci cümlədə mübtədamız yamaçlar sözüdür, isimdir. İkinci cümlədə mübtədamız külək sözüdür, yenə isimdir. Demək 5 doğru ortaqdır, ona görə 5-i götürürük. Bütün ikinci dərəcəli cümlə üzvləri işlənmişdir. Məsələn, birinci cümlədə zərflik yoxdur. İkinci cümlədə güllə kimi vıyıldayaraq zərflikdir. Burada da təyinimiz yoxdur. Demək 6-yı götürmürük. 2, 3 və 5. 26. Nümunədəki feillərə əsasən düzgün fikirləri müəyyən edin. Demək, biz feillərə əsasən düzgün fikirləri müəyyən etməliyik. Burada bütün feillər xəbər şəklində indiki zamandadır. Baxaq, könül bir quşdur ki sevməz, feilimiz sevməz sözü, daim çırpınır, istəyir. İndiki zamandadır deyir, amma sevməz, bu nədir? Gələcək zamandadır. Ona görə biri götürmürük. Feillərdən biri qayıdır, ikisi məlum növdədir. Sevməz məlum növdədir, istəyir məlum növdədir. Çırpmaqdan çırpınmaq əmələ gəlir. Yəni özü çırpınır, qayıdış növdədir. 2 doğrudur. Sonra bütün feillərin tərkibində 2 şəkilçi var. Sevməz sözündə sev sözün kökü, m inkarlıq şəkilçisi, əz qeyri-qəti gələcək zaman şəkilçisi. Çırpınır, çırpdan çırpınmaq əmələ gəlir, indiki zaman şəkilçisi. Amma istəyir sözündə istə sözün köküdür, y bitişdiricidir, indiki zaman şəkilçisidir. Demək, istəyir sözündə bir şəkilçi var. Ona görə 3-ü götürmürük. 4. Feillərdən heç birinin kökü amonim deyil. Sev amonim deyil, çırp amonim deyil, istə amonim deyil. Bəli, 4-ü götürürük. Məlum növdə olan feillərdən biri sadə, digəri düzəltmədir. Sevməz sadədir, istəyir də sadədir. Yanlışdır, ikisi də sadədir, götürmürük. Feillərdən biri inkarda, ikisi təsdiqdədir, bu doğrudur. 2, 4, 6. Cavabımız 2, 4 və 6 olur. 27-ci suala da baxaq. Frazeoloji birləşmələrin sinonimliyi ilə bağlı uyğunluğu müəyyən edin. Sinonimliyini istəyir bizdən. Boynundan atmaq, bu nədir? Yaxasını kənara çəkməkdir. Birə yazarıq D variantı. Başqa varmı? Yox. Cin atına minmək, zəncir çeynəmək olar. 2-yə B variantı. Bir də hirsi başına vurmaq. Y variantında yaza bilərik. Gözə kül üfürmək, gözdən pərdə asmaqdır. Burada bir dənə qalır. Gözünün odunu almaq, bu qorxutmaq, burada buna aid işlənməyib. 1-ə D, 2-yə B, Y, 3-ə də A. Bizim bugünkü izahımız bu qədər. Yəni Azərbaycan dilinin izahı bu qədər. İnşallah növbəti videoda ədəbiyyat suallarında izahını vermiş olacağam. Situasiya suallarının izahını vermədim. Çünki orada cavab kartında göstərilir oradakı suallar. Bu qədər. Sağ olun. Növbəti izahda görüşənədək.